Salam aleyküm Elada xanım. Salam, salam. Ana! Bu ne yeri la? Ben bunu Ella'dan yanına zorla gönderdim qardaş. La bir deyir naməhrəmdir. Aralda dayan bağladı. Əlindən öpür la. Ana, görmək kimi ara göndərmişəm ala. Eybi yox qardaş, eybi yox. Soruşacağım deyəcək ki, bir Əbdülməhdül şeytan məni yoldan çıxardı qardaş. Şeytan əl öpmək bilir qardaş, şeytan. Hə, yaxşı qardaş. Ala çörək puluna görə necə oynayır? Yaxşı qardaş, yaxşı. İsa bala, Aysiman hanı? Elada xanım, elə mən də onunla bağlı sizlə danışmaq istəyirdim. Elada xanım, siz Asimana böyük dəstək olmusunuz. Asiman Boğaz sizin sayənizdə Boğaz olub. Yəni, Asimanın istedadını siz parıldadıb üzə çıxartmışsınız. Bunu hamı yaxşı bilir. Yəni, mən də bunu bilirəm. Bilirsən, İsa balam, Asimanın axı belə güclü səsi yoxdur. Onun nə səsi var ki, nə də istedadı olsun. Yəni, mən onun bu səsinə, istedadına görə sponsorluq eləmirəm. Yəni, əslində onu oxuyanda elə bil ki, ətini kəlbətinlə belə tuturlar, sıxırlar, elə bir səs çıxır. İsa bala, mən Asimanı sevirəm, şaşırsan. Mən onu sevdiyimə görə bu qədər pul tökürəm, sponsorluq edirəm. Sizə Elada xanım, yəni, mən ondan uşaqlıq dostuyam, deyəmirəm üzünə, amma açığı, yəni, onun səsi mənim də başıma düşür. İnandırıb, mənim yanımda oxuyanda istəyirəm, bax, divara kəllə atam. O qədər pis təsir edir. Onun səsini bir də bəyənən onun anasıdır. Bu ana da bəyənmədi, ağaçlar nə oldu? Necə ki, o ana qarğa, bala qarğanın səsini bəyənir. Bunlarda da eyni şeydir.